Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin yolu keçilməzdir. Bu ərazidə yaşayanlar yayda toz torpaq, qışda da palçıq əlindən hərəkət eləyə bilmirlər. Və sakinləri təngə gətirən yol probleminə niyə əncam çəkilmir? Əməkdaşımız Günəş Rzayeva sözü gedən ərazidən süjet hazırlayıb. Bərabər izləyək. Vəziyyət göz qabağındadır. Çala, çuxur və keçilməz. Yağışlı havalarda isə vəziyyət daha da çətinləşir. Yollarda nə maşın hərəkət edə bilir, nə də insan gedə bilir. Maşınlar nə günə çıxır, stroydan çıxır, avtobus güclə gəlir, dönə bilmir. Söhbət Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə adlanan ünvandan gedir. Yayda toz dumandan, qışda palçıq əlindən çəkilməz olan yollar sakinlərin bir növ sınaqına çevrilir. Yağış yağanda lap pis günə qalır. Marşrut gəlir, gedir, gəlmir də, yolu bəhanə eləyib gəlmirlər. Uşaqlar məktəbə gedib gələ bilmir, işə gedib gələ bilmir, marşrutdan çox uzaqdır. Balaca avtobuslar işləyir, onlar da işləmir ki, yolumuz pis gündədir. Sakinlər deyir ki, bəzən bu ünvana taksi də gəlmir. Məktəbdə 1 kilometr arası var. Yol yayda da tozdur. Bax özünüz görürsünüz. Tozdan pəncərələri aça bilmirik. Taksi çağırırıq, taksi gəlmir. Təcili yardım çağırırıq, gəlmir. Bəs sakinləri təngə gətirən yol problemi niyə həllini tapmır? Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi Ramana qəsəbəsində də qəsəbə daxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Ramana qəsəbəsi 2-ci sahədə yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə müraciət olunub. Yaxın gələcəkdə plana salınması nəzərdə tutulur deyə bildirilib. Günəş Rzayeva, Məhəmməd Həsənzadə, Space xəbər.